bu hədisin əsasında istədim ki, müsəlman qadınlar üçün, müsəlman bacılar üçün bir moizə olsun. Həqiqətən İslam dini müsəlman qadının şərəf ləyaqətini, hörmətini, izzətini və namusunu qorumuşdur. Bunun hamısı Allahın onlara olan rəhmətindəndir. İslam dininin dəlillərində bildirilmişdir ki, həqiqətən qadınların fitnəsi vardır. Əgər ümmətdə bu fitnə yayılarsa, bu zaman ümmətdə aqibəti yaxşı olmayan fəsadlar baş verər. Buna görə də Peyğəmbər sallallahu aleyhi və səlləm ümməti üçün bu fitnədən qorxurdu. Necə ki, Usəmə ibn Zeyd radiyallahu anhudan gələn hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, "Mə təraktu ba'di fitnətən hiyə adarru alə'r-ricali minən-nisə." Özündən sonra kişilər üçün qadınlardan daha zərərli fitnə tərk etmədim. Və həmçinin Əbu Səid el-Xudri radiyallahu anhu hədisində buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə demişdir: "İttəqud-dunya vəttəqun-nisə fə innə əvvələ fitnəti bəni İsrailə kənət fin-nisə." Dünyadan və qadınlardan özünüzü qoruyun. Həqiqətən İsrail oğullarının, yəni Yahudilərin ən birinci fitnəsi qadınlar səbəbilə olmuşdur.